Merhaba, bugün sizlere Türk kütüphaneleri hakkında bilgiler vereceğiz. Türkiye tarix ve biliyi birləşdirən kitabxanalarla doludur. İstər tələbə, istər tədqiqatçı və ya oxuma həvəskarı olmağınızdan asılı olmayaraq, burada Türkiyədə araşdırmaq istədiyiniz ən yaxşı kitabxanalar haqqında məlumatımız olacaq. Türkiyədə kitabxanaçılığın 900 illik tarixi var. Osmanlı İmperatorluğunun ilk dövründə kitabxanalar məscidlərdə, türbələrdə, mədrəsələrdə və müxtəlif xeyriyyə müəssisələrində yerləşirdi. Kitabxanalar mötəbər şəxslər və sultanlar tərəfindən yaradılmışdı. Bunlardan Sultan 3-cü Əhməd, Sultan 1-ci Mahmud, 2-ci Mehmet Fatih var. Belə ki, Sultan 3-cü Əhməd iki kitabxana, Sultan 1-ci Mahmud Ayasofya məscidində kütləvi kitabxana yaratmış və saray kitabxanasından çoxlu nadir əlyazma nüsxələrini ora bağışlamışdı. Milli Kitabxana, İstanbul Süleymaniye Kitabxanası, Bəyazit Dövlət Kitabxanası, Atatürk Kitabxanası, İslam Araşdırmaları Mərkəzi Kitabxanası Türkiyənin məşhur kitabxanalarındandır. Türkiyə Milli Kitabxanası Türk mədəniyyətinin aynası, milli mədəni xəzinə və Türk millətinin yaddaşıdır. Milli Kitabxananın qarşıya qoyduğu məqsəd beynəlxalq informasiya axınının mərkəzi halına gələrək cəmiyyətin mədəni inkişafına və iqtisadi cəhətdən genişlənməsinə informasiya cəmiyyətinin yaradılmasına mühüm rol oynamaqdır. Milli Kitabxana həftənin müəyyən günlərində kütləvi tədbirlər olaraq konsertlər və konferanslar təşkil edir. Türkiyə Milli Kitabxanası ilin təxminən 350 günü səhər saat 9-dan axşam saat 22-yə qədər pulsuz olaraq bütün oxucuların üzünə açıqdır. Milli Kitabxananın müasir texniki avadanlıqlarla təchiz edilmiş oxu zallarından və abonement şöbəsindən hər il təxminən 50-55 milyon oxucu istifadə edir. Hazırda təxminən 40 min kvadratmetrlik istifadə sahəsi ilə Türkiyənin ən böyük kitabxanası mövqeyinə çıxan Milli Kitabxananın fondu təxminən 3 milyon nüsxə ədəbiyyatdan ibarətdir. Bir çox ictimai kitabxanalar öz ehtiyaclarına uyğunlaşdırılmış tarixi və ya standart ofis binalarında yerləşir. Bu arada Milas proqramı sayəsində bütün kütləvi kitabxanalar vahid şəbəkəyə qoşulub. Əksər ictimai kitabxanalar öz müştərilərinə internetə çıxış təklif edir və bütün əyalət kitabxanalarının öz internet saytları var. Ancaq Türkiyədə də kitabxana təhsili olan ixtisaslı kadr çatışmazlığı var. 2013-cü ildə 1118 kütləvi kitabxanada çalışan işçilərin ümumi sayı 3400 nəfərə yaxın olmuşdur ki, onların da yalnız 15%-i peşəkar kitabxanaçılardır. Türkiyədə kitabxanada elektron hökumət portalı vasitəsilə qeydiyyatdan keçə bilərsiniz. Kitabxananın xidmətlərindən xarici vətəndaşlar da istifadə edə bilər. Onlara yalnız pasportunu təqdim etmək və müvəqqəti vəsiqə almaq kifayətdir. Türkiyəli istifadəçilər avtomobillərindən çıxmadan kitabxanaya daxil ola bilirlər. Bunun üçün onların elektron hökumət portalında əldə edilə bilən sürətli çıxış kartlarında olan qrin kodunu növbətçilərə göstərməyi kifayətdir. İstanbuldakı kitabxanaların ən yaxşı cəhətlərindən biri də ziyarətçilərə tarixi binaları gəzməyə imkan verməsidir. Məsələn, Bəyazit Dövlət Kitabxanası qədim tikililəri ziyarətçilərinə göstərmək baxımından İstanbul Universitetinin mərkəzi kitabxanasına bənzəyir. 1884-cü ildə dövlət tərəfindən yaradılmış və müasir Türkiyənin dövlət tərəfindən tikilmiş ən qədim kitabxanası hesab olunur. Bu kitabxananın daha diqqətə layiq cəhəti odur ki, 19-cu əsrdə yarandığı gündən etibarən fəaliyyət göstərir. Buraya Osmanlı İmperiyası dövrünə aid ərəb, ingilis, fars, Osmanlı dillərində hazırlanmış bir neçə mühüm və nadir əsər daxildir. Bu kitabxana nəşrlərinin bəziləri əhəmiyyətinə və yaşına görə qorunub saxlanılmasına ehtiyac olduğuna görə kiçik şüşə otaqlarda saxlanılır. Şəhərdəki əksər kitabxanalar kimi bu iki kitabxana da mədəni irs üçün təklif etdiklərinə əlavə olaraq sakit təhsil üçün əla yer təklif edir. Müasir Türkiyənin ən gözəl kitabxanalarından biri də Bəyazit Dövlət Kitabxanasıdır. Bu 1884-cü ildə Türkiyədə açılan ilk Avropa tipli kütləvi kitabxana idi. Maraqlıdır ki, 1890-1939-cu illərdə kitabxananın direktoru pişikləri o qədər çox sevirdi ki, onların bir çoxunun binada qalmasına icazə verdi və ona qeyri-rəsmi olaraq Pişikli Kitabxana adını verdi. Kitabxanalar müasir yüksək rəqəmsallaşmış dünyada bilik evi olaraq qalır. Kitabxanalarda tapılan məlumatları asanlıqla onlayn tapmaq mümkün olsa da, Google vasitəsilə axtarış kitabxananın səssizliyindən gələn rahatlıq hissini təmin edə bilməz. İstanbul kitabxana həvəskarları üçün yaxşı seçimdir. Çünki şəhər kitabxanalarla doludur. Bu kitabxanalardan araşdırma aparmaq, bir müddət dincəlmək və oturmaq üçün yer və ya şəhərin tarixinə qərq olmaq üçün bir vasitə kimi də istifadə etmək olar. Şəhərdə tarixi əvvəlki əsrlərə gedib çıxan çoxsaylı kitabxanalar var və onların əksəriyyətində 600 il əvvələ aid kitablar və əlyazmalar var. Belə kitabxanalardan biri də İstanbul Universitetinin mərkəzi kitabxanasıdır.
Bu kitabxanada İstanbul Universitetinin yarandığı 15-ci əsrə aid olduqca nadir kitablar olduğu üçün Türkiyənin ən önəmli kitabxanalarından biri hesab olunur. Kitabxana dissertasiyalar və tədqiqat məqalələri axtarmaq üçün yaxşı yerdir.